Herkese salam. Çində ilk günümü vloqlayıram. Biz bugün bir çox şey edəcəyik. Həm mağazaları gəzəcəyik, həm marketi gəzəcəyik. Amma ilk öncə səhərimi çox tatlış bir video ilə açdım. Gəlin o videonu izləyək. Sen benim kıymetli sevmekle bitmeyen her sabahlar otağında yeni doğan güneşim. Bu videonu mən Bakıdan çıxmadan əvvəl Bahar çəkib, çox sağ olsun, qəşəng bir mahnı ilə də editləyib. Hazırda siz qardaşım Gelin yataqxanasında olan ümumi sahəni görürsünüz. Burada soyuducular, printerlər, mikrodalğalar və sair hər bir şey var. Və ən əsas məsələ, İlk dəfədə Çinə gəldiyim üçün qardaşım mənim üçün DJI Mic Mini alıb və çox sağ olsun, uzun müddətli də araşdırma edirdim mikrofonla bağlı. Vlog çox uzun olacağı üçün burada açılım videosunu detallı şəkildə göstərmirəm. Ayrıca bir video şəklində paylaşacağım və sessiyasını bu mikrofonla yazıram. İndi qardaşımla kargoya gəlmişik və Azərbaycandan dostları üçün gətirdiyim əşyaları kargolayır dostlarına. Onların ailələri göndərmişdi mənimlə bir yerdə. Yəqin ki, birazdan da gəzməyə falan gedərik. Artıq qardaşım çıxdı, gedim yanına. Birazca da sizə göstərim. Hər yer motosikillardır. Bu gördüyünüz kol kimi şeyi indi görsəm göstərəcəm sizə. Motosiklet sürərkən ön hissədə belə yorğan kimi tutsun deyə istifadə edirlər. Tam soyuq qış günlərində üstünüzə örtüb yatmaqlıqdır. Belə qollarını keçirdirlər bu hissədən və adi normal sürürlər. Hətta belə əlcək kimi qısa olanları da var. Və qardaşım da əvvəllər istifadə edib motosikillər idi burada olanda. Onu sürəndə deyir ki, yəni o olmasa adam donur, yəni çox düşürsən. Velosipedlə gəlmişik böyük bir outletə və indi velosipedlərimizi park edib başlayacağıq outleti gəzməyə. Belə bir kutka bəyənmişəm. Çox qəşəngdir materialı. Çox gözəldir. Belə detalları var üzərində. Kapşonkalıdır. Kapşonkasını da keçirdim. Belə. Kürəyində detallar var əslində. Bilmem göstərebildim mi yox, amma çox qəşəngdir. Bu şalvarı da çox bəyəndim. Belə bir üstü var burada. Çox bəyəndim. Qolu falan çıxarıb bura keçirilə bilir. Gözəldir. Və əslində içində bu hazırda içinin çıxarılmış halıdır. İçi isə, indi göstərəcəm sizə. İçi isə budur. Bu formada. Hətta bunu da ayrıca geyinmək mümkündür. Bu içinə keçirilir, belə bağlanır. Zamokları da var, kənarından bağlanır və bunu tək də geyinmək mümkündür. Yine markanın burada üstünə logosu da var, əlavə olaraq cibi də var. Yəni bunu tək də geyinmək var. Yəni bu paltarı 3 fərqli formada geyinmək mümkündür. Bu içidir. Belə sportivli kimi içini də geyinmək olur. Göstərdiyim kimi markanın logosu içinin öz markasıdır. Li-Ling, səhv eləmirəmsə. Belə. Və bunu eyni zamanda onun içərisinə bu zamoklar vasitəsilə əslində bir-birinə də bağlanır və onun içərisinə də bağlanır. İndi deyirsiniz ki, necə? Bu hissədə aplikator paltarın üstündədir. Aplikator bunda olan hissədə isə keçid kurtkanın üstündədir. Qollarında da belə yerləri var. Oy, buradan göstərim. Belə formada. Ay, boxda. Boxlamır. Okey, neyse. Gördüğünüz gibi burada bu etiket var. Oraya bağlanır və çok güzel olur. Ben beğendim. Bence çok qəşəngdir və bunu götüreceğim konkret. Hardasa 900 yendir. 900 də 4'e bölün. Olacaq sizə bunun qiyməti. Belə bir üstə tapdım özümə. Çok qəşəngdir. Boxlamır. Qolları falan çok qəşəngdir. Özü də ümumi qəşəngdir. Oversize modeldir. Və əslində mən özümə yaraşdırdım. Bilmem, siz nə düşünürsünüz? Ama çok beğendim bunu. XL razmerdir. Əslində biraz daha boşunu götürə bilərəm çünki arxamın müddətindəyəm hazırda. Amma
Belə model paltarlar biraz daha boş olsa daha yaxşı olar. Bəlkə el götürsəm, hələ də çox fərqi yoxdur, onsuz da oversize-dir deyə düşünürəm. Amma indi elini də yoxlayacağam, görüm qalıbsa əgər. Ona da baxacağıq. Götürdüyüm üstə uyğun belə bir ayaqqabı da götürdüm. Belə baxanda əslində rəngləri fərqli görünür, amma eyni rəngdir. Sadəcə videoda niyəsə biraz tünd düşür. Hətta korичневə oxşur, amma əslində ikisi də eyni rəngdir. Açıq roz rəngdir. Belə. Əslində burada modellər çoxdur. Sadəcə baxmaq lazımdır. Belə bir üst də geyindim. Əslində bu 3XL-dir. El razmerinə geyindim. Çox qəşəng oturdu. 3XL-ni geyindim ki, biraz oversize olsun. Amma deyəsən çox oversize oldu. Buradan sallanmama fikir verməyim. Bu termos qabıdır. Başa düşmədim. Oradan termos niyə qoyulsun ki, bəlkə də belə nəsə bağlana bilər. Əslində bunu mama üçün geyindim ki, mamaya götürüm bunu. Qəşəng nazik materialı var. Həm yavaşda istifadə etmək var, həm də belə. Amma istidir qəşəng. Eyni markadır. Liling. Anta. Bu işarə Liling. Anta. Anta demək. Okay, mən bayaqdan Liling edirəm. Antadan bəyəndiklərimin bəzilərini aldım, bəzilərini isə yox. İndi isə gedirik başqa mağazalara baxmağa. Anta haqqında danışım. Anta Çinin milli komandası üçün geyimlər istehsal edən milli markasıdır və keyfiyyətləri çox yaxşı idi. Mən çox bəyəndim. Gəldik axşam yeməyi üçün supermarketdən bir şeylər almağa. Burada siz bunlara baxın. Oy, necə şirindir. Çox qəşəngdir. Buradan elə də yaxşı görünmürlər, amma burada belə balıqlar da var. Böyük balıqlar da. Bu da belə pistakozdur da bunu. Yox, şeydir. Bunu açıb yeyirlər. Nə idi? Midyenin obsu forması. Ondandır. Biraz daha fərqlilər. Buradan yine burada balıq qulağı əslində belə bir şeydir. Dostlar. Midye var burada. Bu formada. 21.90, 22 manat. Hardasa 4-ə bölün. Kilosu 5 manatadır. Burada hələ də Çinlilərin 1 kilo üzərindən yox, 500 qram üzərindən hesabat apardığını bilmirəm və bütün video boyunca bunu öyrənənə qədər 1 kilosu deyərək davam eləmişəm. Bundan sonra deyəcəyim qiymətlər yarım kilo üçündür. Burada digər formaları var, uzun sovu var. Qiymətləri də əslində normal qiymətlərdir. Məsələn, balıq daha bahadır. Kilosu 10 manatdır balığın. Amma onların kilosu daha ucuzdur. Burada baxın, görün nələr var. Hətta sizə satılan tısbağa göstərim. Tospik bir gün öləcəyini bilir. Ona görə baxın, əlini yığıb içəri. O isə hər şeydən xəbərsiz üzür. Burada biraz daha böyükləri var. Əsl tempuralıqdır. Alıb tempura eləmək lazım. Baxın, Azərbaycanda görməyə öyrəşdiyimiz balıqlar. Bu da sazandır. Fardı bunlar. Nədir bunlar? Neyse olsun. Biz Azərbaycanda bundan alırıq da. Bunu bilirsiniz. Kilosu 30 yendir. Harsasa. Balıq alıblar müştəriləri. Şu an kitəl gibi. Bunu alsansa bundan bir şey. Bunu istsən bundan alaq bir şey. Düşürürsən. İnternetten bakarım. Burası bunu bilirsən necə ilə. Başını kəsirlər, qırağın belə. Ancaq orta hissəsi qalır da yeməyə. Biraz daha böyükləri, biraz fərqlisi də buradadır. Bu sadəcə Çində hər hansı bir outletdə olan sıradan bir mağazada, amma rəsmən akvarium kimi idi. Həqiqətən balıqların, balıq qulaqlarının, midyələrin və bu krevetkaların, bu krevetka deyil, nəsə başqa bir şeydir. Hər nəysə,
Onların satıldığı ərazi çox böyük idi. Yəni bizdə mağazalarda mən bu qədər böyük dəniz məhsulu addeli heç vaxt görməmişəm. Ay Allah raz, biri düşüb yerə. Ey. Bu tullanıb neyniyib? Təkər keçsi üstündən. Yüzü. Təkər keçsi üstündən. Ne oldu? Təkər üstündən keçdi. Bir seçti. Nəysə, bir canlının həyatını qurtardıq ki, başqa canlılar onu yeyə bilsin. Burada bölmədir. Aha. Şey oxşuyur mərcanı. Balığı əslində belə alıb pişirə bilərik. Belə daha rahat olar. Hazır doğranmışdı. Və somon da var. Kilosu da 600 qramıdır. 600 qramı. 600 qram balıq 180 yuan. Bölün 4'e. Burada prosta buz var. Yalnız içində. Okey, hə, baxın burada güllər də var. Təbii, təzə güllərdir. Qızıl gül buketi neçədir? 10 yuandır, yoxsa yox, 40 yuandır, 10 manat. 1, 2, 3, 4, 5, 6, 7, 10 dənəsi. 10 dənəsi 10 manat. Yəni bir dənəsi 1 manata düşür. Bu qızıl güllərsə 29 yuandır. Burada belə ağac olaraq da var. Bu da 35, 36 yuan. 9 manat. Bunu çəkim anlayana göstərim ki, içində alma var. Bu formadan səbətlər alıb 10.8 yuanə, hətta 3 manata alıb içini qəşəng gözünüz meyvələrlə doldura bilərsiniz. Burada əslində fərqli innab burada da var. Ama deyirdi ki innab orada olmayacaq. Qardaşıma innab göndərib. Amma əslində hə, bahadır. Dragon fruit da var əslində. 1.4 kilodur. Bu isə 900 qramdır. Belə formadan. Bu neçədir? $2. 2 dənə 900 qram. Güven yok da orada. Heç mən də satmadım. Heç burada da yazılmayıb. Bu, hə bu olar yəqin 18.80. 18.80 bunun 19. 36. Ha. Yarım kilosu o qiymətədir. Hmm. Yarım kilo ilə də söyləyirlər. Dostlar sizə nə göstərəcəm? Çiyələyin hörmətinə baxın, tək-tək qoyublar. Yani Almanın hörmətinə bax bizə. Hangi Almanın hörmətinə baxın. 4 dənə. O yarımlıq qutular. 2 kilo yarımdır 4 dənə. 4 dənə. Bir dənəsi. O yarımlıq alma qutusu. 2 kilo yarımı neçədir? 50 yuan. Yəqin ki. Burada başqa mangolar da var. Mango var. Nə istəsən var. Qarpız. Dostlar, yalnız içində yumurtanın kilo ilə satırlar. Yalnız içində. Kilosu 20. 20 yuan. Burada isə ətlər. Xırda-xırda doğranmış versiyadan. Ana bax, toyuğun əli də var burada. Araz istəsə özünə su pişirib yeyə bilər. Bir gün alıp bir zaman. Tatlı olur, özü kollagenlə olur. Prosta mən yeyəmmərəm onu. Niyə? Hı? Nə mirələm o. Amma bunlar tərtəmizdir, bəlkə də yemək olar. 9.90. Neçə dənədir bu? Hadi. 15 dənə. Aslında bura həm mənə daha yaxındır, həm daha ucuzdur. Niyə orada 19.90 daha çox idi? Mən aldığım bu paketlərə oxşuyur. Mən də buradan aldım. İrəniz kebab çəksə.
30 yəni bir də çöp şişlər ala bilərsiniz. Ya bu ətləri doğrayıblar. Burada isə ətləri özləri doğrayıblar hissələrə uyğun. Bu da mal ətidir də yəqin. Bura yaxın hot var. Hı. Gedək, hot deləmə barbekü. Bu da İnnabın bayram paketli versiyası. Sonra. Bunlar da nəsə bitirmişəm. Noodle'du yəqin. Deyim, mən də. Bunların hamısını olsa tabadan verdim. Orada cəşiniyyət falan hissəsinə baxaq. Gəl sən yengə, Afra gedəcək. Bir dəqiqə dayan, bu bildirsin yumurtasıdır, konservası. Bildirsin yumurtasının konservasıdır. Dolayı yumurta konservası. Yumurta turşusu, hə. Milli mətbəxi biçinin. Nəsində, bu akşam bundan yəqin çalacam, qayıdacağım gün. Ay Allah, bundan. Mandarin. Mandarin yürəbəsidir hər halda bu. Təni rəng. Yox, bu konservasıdır. Deyirəm axı, çox suludur. Bu nədir? Bu da şəftalıdır. Bunlar konservasıdır da yəqin. Bilmirəm. Yeməm. Mandarin konservası da var. Burada əslində ucuz olacağını gözləyirdim. Mochilər bahadır. Nədir şu? Mochi. Mochi nədir? Əslində Yapon, Koreya şeyidir bunlar, şirniyyətidir. İçi qəşəng yumuşaq olur. 14 deyən də. Krem. Belə qəşəng kekslər var. Ekler var. Ekler donut var. Avokadolu donut. Maraqlıdır. Burada da Dubai cheesecake olmalıdır. Burada da mini ölçü cheesecake'ler var. Her dilimi fərqli aromada. Burada yenə kokonatlı və fıstıqlı belə bir şirniyyat var. Və Azərbaycanda gördüyümüz tərzdə. Bu kəpənə necə şirin görsən, paketləmə, yəni hər şey paketləmədir dostlar, çox qəşəng görsənir. Baxın buna, bu da mini atışdırmalıqlardır, belə. Gözəl. Oy. Mochilərin başqa versiyaları, amma daha çox avokadolu və fıstıqlı olandır, amma avokadoda çoxu bu fərqlidir. Bir də bu mini mochilərdir. Qiymətləri və tərkibi də belədir. Burada irəliyək. Burada hazır yeməklər də var. Yalnız içində olur bir də hazır yeməklər. Son zamanlarda. Magnum. Türk markası burada. Çox yaxşı. Çox yaxşı. Qarğıdalı şirəsi 40 yəni 10 dənə. İçə bilməsək. 320 manat edir. Ancaq sində. Bunlar da çaylardır. Bildiyiniz kimi. Burada buzlardan götürürsünüz. Doldurursunuz içine və... Bu mənə maraqlı gəldi. Oyla buz da var. Qoz da var. Bu forması da var. Sonra bax badam, antep fıstığı. Azərbaycanda tapanmırıq antep fıstığı. Üstə qiyməti də ki, kilosu elə 70/4. Yəni bax bu 70/4-dür də. Bax hələ. Bax bu fındıqdan da var. Makadana fındığı. Makadana fındığının bu qədəri 10 manat. Qarğıdalı suyunun bir dənəsini yoxlamaq üçün götürdük. Bəyənsək, onlu paket götürəcəyik. 2 dənə dondurma və ketçup. İndi özümüz burada ödəniş edəcəyik. Budur da. 欢迎光 Burada
Bakalım. Ha. Barkodu yok. Şey, yok. 只有报生卡结算完成，一件商品，欢迎您下次光临。 Ama. İndi marojnanı açacağıq görək necə bu şəkildəki kimi olacaq ya yox. Baxım. Peki. Yaşaydı. Çox bəyəndim, çox gözəl. İçində belə mochi xəmiri kimi də var. Elə mochi xəmirinin dadı gəlir. Və qara bir hissə var idi. Görmüşdünüz, bilmədim onun nəlidir, amma nəsə meyvə idi. Bu isə fıstıq. Bilmirəm bayaqki videoda fikir verdiniz ya yox. Mən orada marojnalar hissəsini göstərəndə bu marojnanı götürmüşdüm, amma niyə onun videosunu çəkmədiyimi bilmirəm. Marojnanın qiyməti 2.20 yuan idi, yəni çox ucuz. Kəndik qardaşımın oxuduğu universitetin həyəti ilə gedirik. Bura fizika və mühəndislik, optoelektronik mühəndisliyi fakültəsinin binasıdır və eyni zamanda riyaziyyat, statistika və mexanika binasıdır. Bu təbii ki, hamısı universitetə aiddir. Harca bir 10 dəqiqəyə yaxınlıq piyada gedirik. Hələ universitet bitməyib. Çox böyükdür. Təbii ki, paketləri də qardaşıma daşıtırıram. Qaldığı yataqxanaya gəldim. Bu otaqda qalır. İndi otaq yoldaşı otaqdadır deyə gözləyirəm mən şurada ki, otaq yoldaşı biraz səliqələnsin. Ondan sonra və əşyaları qoyub çıxacağıq. Belə. Qardaşımın otağından çıxdım. Təzə aldığım kufranı geyindim. İçliyini çıxartmadım. Göstərim. Çünki hava soyuqdur və velosiped sürəcəyik. Yaxşı ki, səhər-səhər papağımı da götürmüşəm. İçi üstündədir. Və ayaqqabılarımı da dəyişdim. Papağımın rəngi heç uyumlu deyil, çünki bunu Azərbaycandan gətirmişdim. Başqa bir lookuma uyğun idi. Sadəcə səhər-səhər götürdüm ki, birdən axşam gec qayıdarıq və soyuq olar. Çantama atdım. Hətta çantamda hazırda mağazadan aldığımız ketçap falanın əlavə götürdüyüm belə bir hırka kimi bir şey götürmüşəm ki, birdən soyuq olarsa geyinim deyə. Amma daha önce kurtkanı içi hırkalı aldığıma görə ehtiyac qalmadı. Mən nifti çağırım qardaşım gələnə qədər. Ayaqqabılarıma bayıldım. Bu ikisi eyni renkdə, amma niyə eyni renk görsənmir? Qardaşıma sabah giyinəcək ayaqqabısını götürmüşəm və askesi belə. Ona bax, belə görsənir. Dostlar, radar sisteminə baxın. Elə bil ki, budağa quşlar qonub. Bu qədər radar. Akşamlar belə bir barbekü restoranına gəlmişik. Orada oturacağıq 4-cü mərtəbədə. Burada da belə maraqlı şey restoranı var. Ay! Bu da hündür binalardan sadəcə bir neçəsi. 可没有真的，我已经封杀了。 Kız ayakkabılarım. Cüz sandalyeler var. Burada da var. Bu geldiğimiz bir barbekü restoranıdır ve bildiğimiz barbekü kimi değil. Masanın ortasında bir ocak var. Siz o ocağın üzerinde öz etlerinizi pişirirsiniz. Ama əvvəlcə yan məzələr verməlisiniz. Bunlar için 24 yuan ödüyorsunuz. Burada soslar falan götüreceğiz bize. Bunların her birinden istifadə edebilmek için biz 24 yuan pul ödedik ki bu fiyatlardan ve orada verildi. Okey, indi bir kart götürürüm. Nerede tomatı da var? Soğanını götürürüm. Susamlı da neyse. Çiğli.
Videoda sanki dadına baxırmış kimi görünə bilərəm, amma əslində qoxusuna baxaraq nə olduğunu təxmin etməyə çalışıram. Yəni yemədim. Yaxşı oxşamadı. Dadına qarşı olaqdır. Orada qocaəti də qoyum. Mən bütün yeni dadlara açıq bir şəxsəm, amma burada niyəsə biraz qorxu götürmüşdü ki, bəlkə yeyə bilmədim. Qardaşım götür, yeni şeylər sınayarsan dediyi halda mənim gedib göyərti götürməyim bunun bir təcəssümüdür. Və eyni zamanda məzələrin çoxu əslində bildiyimiz, gördüyümüz məzələr idi, amma fərqli olanlar da var idi. Onlardan da bir ikisini götürüb sınadım, amma yenə də bildiklərimdən də bir tabaq düzəltdim ki, birdən təzə götürdüklərimi bəyənməsəm, bildiklərim üzərindən irəliləyə bilərəm. Kəşke burada özümü də çəksəymişəm, çünki hər dəfə qaşığı batırıb yeyərkən sanki onu yeyirəmmiş kimi bir görüntü yaranıb. Videonun bu hissələrini sürətləndirdim ki, bəlkə sizə maraqsızdır ümumi havanı görmək. Burada qardaşımla aramızda keçən söhbətlər çox maraqlı idi. Heç kəsmək istəmirdim, amma videonun uzunluğu çox olduğuna görə məcburən kəsməliyəm ki, video biraz qısalsın ki, sizə də maraqsız olmasın. Biz məzələri seçərkən artıq masamızda sifariş verdiyimiz ətlər və əsas məhsullar gəlmişdi. Sifarişlərimizin içində squid var idi, quzu əti var idi, mal əti var idi və göbələklər, piluzda kartof var idi. It's enough, thank you. It's enough, thank you. Sisi. Gəlin restoran haqqında danışım sizə. Mən restoran adını bilmirəm və xatırlamıram, çəkməmişəm adı olan hissəni, amma nə isə barbekü idi, belə bir adı var idi. Restoranın interyeri falan sadə idi, normal idi, amma gözəlim restoranı zibilxanaya döndərmişdilər bildiyiniz. Yəni Çinlilərdə stolun üstünə salfetkanı qoymaq mədəniyyəti yoxdur. Və insanlar ağızlarını silir, atırlar yerə. Niyə belə eləyirlər bilmirəm. Yəni bizdə belə bir şey olsa, ən azından restoran heyəti gəlib xəbərdarlıq eləyər ki, restoranı çirklendirirsiniz və s. Amma burada belə bir şey yoxdur. Resmen bizim önümüzdəki masada konkret zibilxana var idi. Onlar ağızlarını silirdilər, atırdılar yerə. Nə bilim, hər hansı bir kələmi yedilər, tutaq ki, sapını atırlar yerə. Nə bilim, biraz çox qəribə hərəkətlər edirdilər. Bizdə olsa bütün insanlar tərəfindən qınanılar həmin insanlar, amma burada bir nəfər deyil, hər kəs belə idi. Bunun səbəbini isə anlaya bilmədim. O cəhətdən biraz bəli, çirkli millətdilər. Bir nöqtədən sonra barbekünün mənim çiğ köftəyə bağlayışım sizcə kaç puan? Bunlar pişene kadar orada şeftali veriyorlar. Kəsiyorum. Mən göbələkləri sevirəm deyə qardaşım burada 3 fərqli növdə göbələk sifariş vermişdi. Saçaq göbələk var idi, qara göbələk, ağ göbələk və bir də belə yatay bir göbələk vardı, amma bilmədim o nədir. Ay, 4 növ idi, pardon. Belə nazik qəşəng kartoflar var idi, amma barbeküdə çox da sevmədim. Məncə onları qızartma daha yaxşıdır. Limitsiz çeri pomidor. Düşünə bilərsiniz ki, limitsiz çeri pomidoru görəndə götürə bilər. Xeyr, biz onları barbekü eləmək üçün götürmüşdük və Çində pomidor meyvə sayıldığına görə, nəinki Çində, hər yerdə meyvə sayıldığına görə, onu əslində barbekü eləmək çox qəribə bir situasiya oldu onlar üçün. Hamı belə üzümüzə dəhşətlə baxırdı.
Axır ki restorandan çıxdıq və gedirik otelə. Mənim qardaşımın universiteti və yataqxanası tam mərkəzdə yerləşdiyinə görə mənim otelimi də özünə yaxın bir ərazidən seçmişdi və biz restoranı da elə mərkəzə yaxın seçdik, getdik ora. Pekində əslində yüksək mərtəbəli binalar çox azdır Şanxaya, Guangzhouya nisbətən. Əslində Pekin çox qədim bir şəhər olduğuna görə daha çox alçaq mərtəbəli binalar burada söz konusudur və yüksək mərtəbəli binaların olduğu xüsusi bir ərazi var. Orada mərkəzə yaxındır və biz də oranı görmək istədik. Biz deyəndə əslində mən oranı görmək istədim və restorandan çıxanda velosipedlə getdik həmin binaların həyətlərindən keçdik və gəldik. Axır ki otelimizə çatdıq. Sabah qardaşımgilin Novruz şənliyi var. Oradan çox gözəl videolar çəkmişəm və sizlə də bunu bölüşəcəm. İzləmədə qalın, abunə olmağı unutmayın. Hələlik.